Şəmkir rayonunda 27 yaşlı oğlan sevgi münasibətində olduğu yetkili yaşına çatmayan qıza intim hərəkətlər etməkdə ittiham olunub. Telegrafın əldə etdiyi məlumata görə 1999-cu il təvəllüdü İntizam yetkili yaşına çatmayan Sevda ilə aralarında yaranmış sevgi münasibətləri səbəbindən 2024-cü ildən qeyri-rəsmi ailə qurub. O həmin ilin iyul ayında 2025-ci ilin oktyabr ayınadək Şəmkir rayonunun kəndində öz evlərində, daha sonra rayonun digər kəndindəki kirayə evdə qızla cinsi münasibətdə olub. İstintaq orqanı tərəfindən intizam barəsində Cinayət Məcəlləsinin 152.1-ci 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə maddəsi ilə ittiham elan edilib. İntizam ifadəsində göstərib ki, təxminən 3 il əvvəl Şəmkir rayonunun kəndində istixanalarda fəhləlik edərkən Sevdanı görüb və bəyənib. Aramızda ünsiyyət yarandı. Bir-birimizin mobil telefon nömrələrimizi götürdük. Yazışmağa və danışmağa başladıq. Təxminən 3 ilə yaxın sevgi münasibətində olduq. Həmin dövrdə bir neçə dəfə görüşərək gəzib söhbət etdik deyə o ifadəsində göstərib. İntizamın sözlərinə görə 2024-cü ilin iyul ayında mobil telefon vasitəsilə danışarkən evlənmək qərarına gəliblər. Sevda mənə ya elçilərini göndər, ya da gəl məni qaçırt dedi. İyulun 12-sində saat 16 radələrində taksi ilə Şəmkir rayonunun kəndinə Sevdanın yaşadığı küçəyə getdim. Zəng edərək onu gözlədiyimi bildirdim. Bundan sonra o öz istəyi və razılığı ilə gələrək mənim olduğum taksiyə əyləşdi. Sevdanı evimizə apardım və orada birlikdə yaşamağa başladıq. Sevdanı qaçırtdıqdan bir neçə gün sonra öz razılığı ilə ilk dəfə təbii yolla cinsi əlaqədə olduq. Bundan sonra ər-arvad kimi yaşamağa davam etdik deyə İntizam ifadəsində göstərib. İntizam qeyd edib ki, Şəmkir rayonunun kəndində bir ay yaşadıktan sonra Ecey anası Elmira ilə Sevdanın arasında narazılıq yaranıb. Elmira ilə Sevda arasında narazılıq yaranıb. Onlar həmin evdən çıxıb bir neçə ay kirayə ev tutaraq yaşamağa başlayıblar. Sonra Şəmkir rayonunun digər kəndinə, Sevdanın yaşadığı evə köçdük. Bir neçə ay sonra o kənddə kirayə ev tutdum və birlikdə yaşamağa davam etdik deyə təqsirləndirilən şəxs əlavə edib. Təqsirləndirilən şəxs ifadəsinə görə Sevda 2024-cü ilin noyabr-dekabr aylarında hamilə qalıb. 2025-ci ilin sentyabrın 21-də Səman adlı övladları dünyaya gətirilib. Qızıma hamilə olanda Sevdanı Şəmkir rayon mərkəzi xəstəxanasına apardım. Orada həkimlər Sevdanı müayinə etdilər. Uşağın ana bətnində normal inkişaf etdiyini bildirdilər. Amma Sevdanın 16 yaşı olduğu üçün bu barədə Şəmkir rayon polis şöbəsinə məlumat verildi deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs bildirib ki, Sevdanı qaçıran zaman həmçinin sonraki dövrdə ona hədə-qorxu gəlməyib və heç bir zor tətbiq etməyib. Sevda ilə faktiki olaraq ailə münasibətlərindəyik, hazırda bir uşağım var. Zərər çəkmiş şəxs 18 yaşına çatdıqda rəsmi nikaha girmək fikrindəyəm deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. İş üzrə şahid qismində ifadə verən Sevdanın anasının sözlərinə görə intizamı tanıyır. 2024-cü ilin yay aylarında Şəmkir rayonunun kəndində yaşayan intizamın Ecey anası qızım Sevdanı istəmək məqsədi ilə evimə elçiliyə gəldi. Sevdanın yaşı az olduğu üçün hələ evlənmək yaşının çatmadığını
bildirdim. 2024-cü ilin iyul ayında qızım məndən xəbərsiz öz istəyi ilə intizama qoşularaq evdən qaçdı deyə o ifadəsində göstərib. Sevdanın anası deyib ki, ailələri arasında barışıq olub və onların evlənməsinə razılıq verilib. Sevdanın yaşını çatmadığı üçün rəsmi nikaha daxil ola bilmədilər. Təxminən bir ay sonra qızımın qaynanası onları yola vermədiyinə görə kirayə ev tutaraq orada yaşamağa başladılar. Qızım 2024-cü ilin sonlarında hamilə qaldı və 21 sentyabr 2025-ci ildə qız övladı dünyaya gətirdi deyə o ifadəsinə belə yekun vurub. Bu cinayət işinə Şəmkir rayon məhkəməsində baxılıb, məhkəmənin hökmü ilə təqsirlənən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci şərti məhkum etmə maddəsi tətbiq edilib, ona 1 il 6 ay sınaq müddəti olmaqla 2 il müddətə şərti cəza verilib.